Salam benim əziz izləyicilərim. Bilirik ki, Mart ayı bayramlar günüdür və çərşənbələrdən fərqli aşlar hazırlanır. Mən bu dəfə qaralaş hazırladım. Sadəcə olaraq toyuq əti ilə. Öncə toyuğu yudum, doğradım və qaynamağa qoydum. Qaynayan zaman isə ədviyyatlar əlavə elədim. O qaynayana kimi mən qaramı hazırlayıram. Soğanları təmizləyib, yuyub, para formasına doğrayıram və yağ əlavə edib yağda qızılı rəng alana kimi qovururam. O qovrulana kimi isə mən yuyub qurutduğum kişmiş və əriyi azacıq yağda qovururam, ayırıram və şabalda qovururam. Daha sonra isə soğanlarım qovrulur və onları tavadan başqa bir qaba əlavə edirəm və onun yaxında pişmiş toyuğu ətlərini hər tərəfli qızardıram və üzərinə qovurduğum soğanın bir hissəsini əlavə edirəm. Üzərindən qovurduğum kişmiş, ərik, şabaldı. Daha təkrar olaraq üzərinə soğanı və yenə də kişmiş, ərik, şabaldı əlavə edib soğanı əlavə edirəm və toyuğun bulyonundan azacıq əlavə edib qaramı dəmə qoyuram. O vaxta kimi isə mən düyünü yaxşıcana yuyuram. Üzərinə qaynar su və duz əlavə edib yumuşalmağa qoyuram. Suya qazan əlavə edirəm və qaynamağa qoyuram. Qaynayana yaxın duzunu əlavə edirəm. İslanmış düyümü isə qaynara düşənə kimi suyu yaxşıcana duruluyuram və qazan əlavə edib pişməyə qoyuram. Düyüm qaynayana yaxın düyünü 2 barmağımın arasında yoxlayıram. Azacıq parçalanırsa demək artıq dəmə qoymaq olar. Bu dəfə mən aşın qazmağını sadə olaraq lavaşdan hazırladım. Gələn dəfə fərqli hazırlayacağım. Lavaşı yağlı qazana əlavə olmuş yağın üzərinə əlavə edirəm. Düyümü əlavə edib ədviyyatlardan sarı kök, zəfəran vururam. Və yenə də düy əlavə edib sarı kök, zəfəran vururam qapağa. Təmiz çay dəsmalı əlavə edib və yaxud da ki, salfetka qoyub dəmə qoyuram. Qaram isə asxodda dəm olur. Qeyd edim ki, bu cür hazırlanan qara çox dadlı olur. Ümid edirəm siz də o cür hazırlayırsınız. Mən sadəcə olaraq turşu, alça və yaxud da gavalı xurma əlavə eləmirəm. Biz sevirik. Kanalıma abunə olmağı unutmayın. Like'larınızı gözləyirəm. Qeyd edim ki, düyü dəmə qoyanda oxluğun kənarı ilə 3-4 dənə oyuq açıram və kərə yağını mütləq üzərinə qoyuram. Onda düyümüz daha gözəl dəm alır. Düyüm dəm aldı, dən olur. Ümid edirəm ki, bəyənərsiniz, like'larınızı